Müqəddəs, mübarək gecədir. Bu gecənin əməllərinə müvəffəq olmağımızdan ötürü Peyğəmbər və pak əhl-i beytinə salavat hədiyyə edək. Allahümmə salli alə Muhammed və ali Muhammed. Zamanə imamımız, əsrin sahibi, vücudunun salamatçılığı, dualarının üstümüzdən əski olmaması və zühurunun təcil olmasına xatir Peyğəmbər və pak əhl-i beyti haqqında salavat zikr eləyək. Bu mübarək ayın rəhmətindən, bərəkətindən, feyzindən, binəsib qalmamağımızdan ötürü İbadətlərimizin, tutulan oruclarımızın həqiqi ibadətlərdən, həqiqi oruclardan hesab olunmasından ötürü, Allah dərgahında qəbula yetməsindən ötürü, bu ayın şəhidi, Mevləl Müvəhhidin, Əli ibn Əbi Talibin pak, mütəhhər ruhuna salavat hədiyyə edək. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil amin. Seyyidina ve Mevlana ve tabibi kulubina ve şefi'i zunubina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem ve ala alihil masuminel mukarramin la siyyumel hücceti ruhi ve arvahul alamin li turabi maqdamihil fida. Amma ba'd, qalallahu hakim fi kitabihil kerim. A'udhu billahi mineşşeytanirracim. Ya eyyühellezina amanu ittaqullaha ve kunu ma'as sadiqin. Sadaqallahul aliyyul azim. Bu gecə ehtimal olunan birinci Qədir gecəsidir. Allah bu gecəni bizə mübarək eləsin. Allah dünyanın hər bir yerində bu gecəni ehya saxlayan müsəlman, mömin, bacı qardaşlarımızın hacət və istəklərini rəva eləsin. Allah bizi bu gecəni dərk eləyən möminlərdən, müsəlmanlardan qərar versin inşallah. Söhbətimizi Bəqərə surəsindən bir ayə ilə inşallah başlayırıq və o mövzuda söhbət eləməyə çalışacağıq. Ayə belədir. Əuzu billahi mineşşeytanirracim. Ya eyyuhən-nasu u'budu rabbakumullezî xalaqakum vellezîne min qablikum leallekum tettaqûn. Sadaqallahul aliyyul azim. Ey insanlar, sizi və sizdən öncəkiləri də Rəbbinizə ibadət edəsiz deyə xəlq etdi. Allaha ibadət edin, Rəbbinizə ibadət edin. Necə ki, sizdən öncəkilərdən bu istək, bu tələb var idi və şayət təqvalı olasınız, bunun vasitəsilə təqvaya çatasınız. Allah insanın xilqətinin, yaradılışın səbəbində də bu mövzunu açıqlayır. Və mə xələqtul cinnə vəl-insə illə liyəbudun. Mən cinləri və insanları yalnız mənə ibadət etsin deyə yaratdım. Yaradılışın İnsan üçün nəzərdə tutulan əsas missiyası Allaha bəndəliyidir. Bu istiqamətdə olan hədəfi gerçəkləşdirmiş sayılır. Bu istiqamətdə yaşayan xilqətin istiqamətində yaşamış hesab olunur. İbadət formaları müxtəlifdir. Bunu bəzən deməyə ehtiyac, lüzum olmur. Çünki hər kəs bilir, müxtəlif formada insan Allaha bəndəlik eləyir.
ömrümüzün sonuna qədər bəndə olmalıyıq. Bəndə bağlılıq itaətdədir. Təkcə hər hansı bir ibadət nəzərdə tutulmur. İbadət o bəndəliyi gücləndirmək üçün var. Namaz, oruc və sair ibadətlər Allahla rabitəmizin bərpasında bizə böyük kömək eləyir. Hər bir ibadətin özünə məxsus təsiri var. Hər bir ibadətin bir forması var, zahiri bir forması var. Ümumilikdə ibadətlər 3 hissədir. Cismlə olunan ibadət, malla olunan ibadət və zehin, təfəkkürdə olunan ibadət. Cismlə olunan ibadətlər namazdır, orucdur, həccidir, cihaddır. Malla olunan ibadət, yəni o da ibadət, vacib ibadət hesab olunur, xumusdur, zəkatdır. Və bir də zehni ibadət var, düşüncədə ibadət. Allahın yaratdıqları barəsində təfəkkür eləmək, düşünmək, o da bir ibadətdir, zehində, təfəkkürdə ibadətdir. Və bütün bunların hamısı o zaman fayda verir ki, içərisində bir mərifət hasil olsun insan üçün. İbadətin zahirində insan ilişib qalmasın, ibadətin zahirindən kifayətlənməsin. Hər bir ibadətin bir mənəvi batini var, o batində tapılası sözlər var, dəyərlər var. Quru hərəkətlərdə insan ilişib qalsa, o həqiqətdən, mənəvi feyzdən məhrum olacaq. Ona görə ibadətlərin haqqında müstəqil kitablar yazıblar, ibadətin sirləri haqqında, ibadətin mənəvi təsirləri haqqında kitablar yazıblar. İbadətlərin içində bir sıra həqiqətlər var ki, ora çatmaq lazımdır, onu əldə eləmək lazımdır. Ramazan ayıdır, Ramazan ayında oruç tuturuq. Oruc bizdən nə istəyir? Oruc bizi hara çatdırmaq istəyir? Orucun özünə sual versək ki, biz səni niyə tuturuq? Məqsəd nədir səndən? Biz nə əldə eləməyə çalışırıq? Hara aparmaq istəyirsən bizi? Bu aclıq, bu susuzluqla bizdə nəyi sınağa çəkməyə çalışırsan? Nə baş verir ibadətlərin içində, xüsusilə orucda? Bax, o sualı insan ibadətin içində təfəkkür edəndə tapa bilir. Ümumiyyətlə, ibadətlərin açarı təfəkkürdədir. Əla la xeyrə fi ibadətin leysə fiyhə təfəqquhun. Əleyhissalam bu ki, içində düşüncəsi olmayan heç bir ibadətin xeyri yoxdur. Əla la xeyrə fi qiraətin leysə fiyhi təfəkkürun. İçində təfəkkür olunmayan heç bir qiraətin, heç bir oxumağın, Quran olsa belə xeyri yoxdur, əgər təfəkkür yoxdursa. Orucluq da o ibadətlərdəndir ki, bizdən neysə yaratmaq istəyir, bizi harasa çatdırmaq istəyir. Orucun ibadətində, içərisində, mənəviyyatında, ruhun zənginliyində insan üçün ən gözəl nemət insanın özünə nəzarət etməsidir. Özünü idarə etməsidir. Orucun ən böyük fəlsəfəsindən biri budur. Deyərsiniz, özünə idarə etmək, onu başqa bir formada da biz edə bilərdik. Xeyr, biz başqa bir formada eləyə bilmirik. Bizim əsas problemimiz, çətinliyimiz, müşkülümüz özümüzü idarə eləyə bilməməyimizdir. Bəzən bir uşaq kimi oluruq. Necə bir uşaq bir məclisə gedir, valideyni onun üstündə nəzarətçidir, baxır ona, hərəkətlərinə baxır. Uşaq bilmir, bu məclisdə bu hərəkəti eləmək olar, olmaz. Bilmir, burada gülmək olar, olmaz. Bilmir, burada bəkdən danışmaq olar, olmaz. Bilmir, burada harda əyləşmək olar, harda əyləşmək olmaz. Bəzən biz dünyada bu uşaq misilindəyik. Ramazan ayı özünə nəzarət eləmək üçün bizə böyük bir fürsət yaradır.
Özünü fikirləşə bilir insan, özünü görə bilir insan. Bunu oruç tutmaqla bizi başa salır. Biz oruç tuttuğumuz zaman bütün diqqətimiz özümüzə yönəlir. Biz axşama qədər çalışırıq, baxırıq. Məsələn, gəlirik elə bir yerə çatırıq ki, biz 11 ay öyrəşdiyimiz bir proqramımız var. Biz Ramazan ayında gəlirik, o proqramın əksinə yaşayırıq. Bu biraz biz üçün çətindir. Biz yemək görürük, yeyə bilmirik, yemirik, əlimizi uzatmırıq. Niyə uzatmırıq? Özünə nəzarət edir çünki. Özünə nəzarət eləyəndə deməli insan neyəsə yox deyə bilir. Özünə nəzarət eləyəndə insan nədənsə çəkinə bilir, bunu bacarır. Suzuyur, amma su içmir. İxtiyarında su var, əlinin altında su var, amma içmir. Özünə nəzarət olduğuna görə diqqətlidir. Və beləliklə yeməkdən, içməkdən də əlavə bəzi şeylərə diqqətin yönəldir. Artıq baxışlarına diqqətin yönəldir. Artıq dilinə diqqətin yönəldir. Başqa aylarda ifadə elədiyi sözləri Ramazanda ifadə eləmək istəmir. Başqa aylardakı o sərbəstlik danışığında onları qismən məhdudlaşdırır. Baxışındakı özbaşınalıqları qismən məhdudlaşdırır. Bu Ramazanın insana bəxş elədiyi özünü kontrol etmək bacarığıdır. Ramazan orucudan soruşsan, məndə nə etmək istəyirsən, mən niyə səni tuturam? Cavabın biri budur. Ümumiyyətlə, insan özünə baxmalıdır, diqqət eləməlidir. Özünə baxmasa insan həlak olacaq. Quran-ı Kərim 2 dəfə təqvanı tapşırır bu mövzunun yanında. Bir əvvəldə deyir, bir sonda deyir. Buyurur ki, Əuzubillahimineşşeytanirracim. Ya eyyuhəllezine amenüttəqullah. Ey iman gətirənlər, təqvalı olun. Təqvalı olun. Yəni, özünüzə nəzarət eləyin. Özünüzü qoruyun. Sonra buyurur, vəltənzur nəfsun ma qəddəmət liğədin. Baxsın hər kəs sabahına nə göndərir. Vəltənzur yəni mütləq baxsın. Kör-körana yaşamasın. Bilsin ki, nə eləyir, hansı hərəkət eləyir, hansı sözü danışır, nə yiyir, nə içir, hara gedir, hardan gəlir, hara baxır, kimlə dostdur, kimlə düşməndir. Bunların hamısını ondan soruşacaq. Vəltənzur nəfsun ma qəddəmət liğədin. Sonra ardıca buyurur ki, vəttəqullah. Və yenidən təqvalı olun. Yenidən təqvalı olun. İnnəllaha xəbirun bima tə'malun. Yenidən təqvalı olun. Bu yenidən sözü burada yoxdur. Bu iki söz, bu vəltənzur nəfsunun arasında əvvəlində və sonundadır. Təqvalı olun. Sabaha nə göndərirsiniz? Diqqət eləyin. Baxın. Təqvalı olun. Həqiqətən Allah etdiklərinizi görür. Həm əməldən qabaq təqvalı ol. Həm əməli eləyəndən sonra təqvalı ol. Həm özünə nəzarətdən qabaq təqvan olsun, həm özü əməli etdikdən sonra özünə ikinci mərhələdə təqvan olsun. Necə cismin diqqət tələb istəyir səndən, ruhun, mənəviyyatın da diqqət istəyir. Cismivə baxmasan, səliqəsiz olacaqsan, səliqəsiz bir görkəm alacaqsan. Bərbərə getməsən, saçıvı, saqqalıvı tənzimləməsən, nizamlamasan, səliqəyə salmasan, özünə xoş olmayan bir imicə düşəcəksən. Bu, özünü də narahat eləyəcək. İndi necə ola bilər ki, insan bir həftə giyiminə, üstünə, başına, səliqəsinə baxmasa, özündən belə insan diksinə bilirsə, bir ömür ruhuna, mənəviyyatına baxmasa, onu kim yaxın qoyacaq? Hara yaxınlaşa biləcək? Kimdən əyləşə biləcək? İbadətindən nə təsirlənə biləcək, nə hal tuta biləcək. Cismivə elədiyin diqqət qədər, heç olmasa ona etdiyin diqqət qədər ruhuva da diqqət elə. İmam Həsən Müstəba aleyhissalam buyurur ki, Əcibtu limən yətəfəkkəru fi mə'kulihi və keyfə la yətəfəkkəru fi mə'kulihi. Təəccüb edirəm o kəsə ki, cisminin qidası barəsində düşünür,
Mə'kul, yəni yiyəcəyi barəsində düşünür və çəkinir o şeylərdən ki, onun mədəsinə əziyyət eləyir. Çəkinir bəzi qidalardan. Deyir, mən bunu yesəm, axşam məsələn, mən rahat yata bilməyəcəm. Mən bunu yesəm, təzyiqim qalxacaq. Mən bunu yesəm, şəkərim qalxacaq. Heç xəstə olmasa da belə, süst olacam, yorğun olacağam, narahat olacam. Deyir, təəccüb edirəm o kəsə ki, cismi üçün bu şeylərə diqqət yetirir. Nəyə diqqət yetirir? Cismini əziyyətə salan şeylərdən qaçır. Fəkeyfə la yetəfəkkəru fi məqulihi. Necə düşünə bilmir ruhum yiyəcəyi, ruzisi, qidası barəsində? Axı, ruh da əziyyət çəkir. Ruh da narahat olur. Elə sən hər kim nə danışdı qulaq asacaqsan. Hər kim nə dedi inanacaqsan. Hər sözü eşitmək məcburiyyətindəsən. Hər sözü dinləmək məcburiyyətindəsən. Hər şeyin barəsində sən danışmalısan. Onda sən hər şeyi də yeməlisən. Bax, sən hər şeyi yemirsən. Hər şeyi yemədiyin kimi gərək hər şeydə danışmayasan. Hər şeyi yemədiyin kimi gərək hər şeyin də barəsində bilmədiyin şeyi, fikri yürütməyəsən. Təəccüb doğurur bu insan ki, elə gözün yumub ağzını açır, hər nə gəldi danışır və bu barədə də zərrə qədər də narahat olmur. Bir danışanda baxırsan ki, bu söz böhtandır mən deyirəm, əsası var mən deyirəm, bunun təsiri necə olacaq? Onu ki mən deyirəm, bunun təsiri necə olacaq? Bir nəfər gəldi Peyğəmbər sallallahu yanına, dedi, mənə moizə elə. Çox insan gəlib və hər birinə fərqli bir söz deyib, Həzrət. Dedi, mənə moizə elə. Həzrət diqqətini çəkirdi bunun özünə. Dedi, desəm əməl eləyəcəksən. Dedi ki, bəli, ya Rasulallah. Bir də soruşdu, dedi, desəm əməl eləyəcəksən. Dedi, bəli, ya Rasulallah. Ta üçüncü dəfə bu sözü ondan soruşdu və təsdiqini alandan sonra Həzrət ona bir cümlə dedi. Dedi, haçan bir iş görmək istəsən, onun axırı barəsində fikirləş, sonra gör. Gözəl sözdür. İndi istəyirsən danışasan, bir fikir ifadə eləyəsən, bir fikirləş gör bunun, bu cümlənin sonu, məntiqi neynə sonlanır? Bunun axırında bir sual yaranacaq, bir söz deyəcəklər, ona nədir cavabın? Nə qədər məlumatın var, nə qədər elmin var sənin bu mövzuda fikir bildirirsən, nə qədər arxayınsan özüvə. Hər hansı bir sahədə bir qərar qəbul eləməmişdən qabaq, bir iş görməmişdən qabaq, çalış, onun aqibətini fikirləş, sonun fikirləş, ondan sonra o işə başla. Ağılsız adamdır o adam ki, desin ki, mən bunu yiyəcəyəm, da nə olacaq, olacaq. Ona ağıllı adam demirlər. Bir adam desin ki, mən elə hər nə istəyirəm eləyəcəm, sonu nə olacaq, olacaq. Xeyr, belə deyir. İnnəllaha bima tə'məlunə xəbir. Allah hər şeydən agahdır, xəbərdardır. Orucun bizdə qoyduğu miras təsirlərin ən birincisi budur, orucun mənəviyyatı. Özüvə diqqət elə, özün dəyərli bil, özüvə hörmət elə. Özünə görə insan hörmət eləsin. Özünə hörmət budur ki, elə geyimdə səliqəli olasan. Düşüncədə də alicənab ol. Danışıqda da alicənab ol. Məntiqli, sübutlu, əsaslı fikirlərlə danış. Özüvə hörmət elə bu mənadadır. Lazım olan bir şeydən danış, lazım olan bir şeydən fikri bildir. İnsan özünə hörmət edəməyəndə ona heç kəs hörmət eləmir. Özünə hörməti insan necə əldə eləyir, necə formalaşdırır? İnsan öz əməlləri ilə, öz əməllərinə diqqət eləməsi ilə. O adam ki, hər nə gəldi danışır, həzyan, onu heç kəs hörmət eləmir. Niyə eləmir? Çünki o özünə hörmət eləmir. O adam ki, cəmaatın barəsində hər nə gəldi danışır, kiminsə abrını aparır, kiminsə barəsində böhtan danışır, onun özünün də abrı təhlükənin altındadır.
Çünki özünə hörmət eləməyib. Ramazan ayı özünə diqqəti, özünə cəmlənməyi bizdə hasil eləyir. Biz necə axşama qədər diqqət eləyirik, yemələrdən, içmələrdən çəkindiririk özümüzü. Ən azı orucu batil eləyən, indi o kamil orucun mənəvi xüsusiyyətlərinə elə toxunmayaq. Elə bu orucu batil eləyən 9 dənə, 10 dənə mühərrəmatdan ki, çəkinirik. Bu bizdə bir diqqət yaradır nəfsimizin üstündə ki, biz özümüzə nəzarət eləyirik. Bunu başqa aylarda davam elətdirmək lazımdır. Bu təkcə Ramazana aid deyil. Biz özümüzə 30 gün nəzarət eləyəndən sonra bizim bayrama çevrilir bir gün. Diqqət edin, 30 gün özünə nəzarət eləyə bilən insansın. Sonda bir dənə böyük, əzəmətli bir dənə bayram namazı təşkil olunur. Onun xüsusi duaları, onun xüsusi zikirləri falanları, onların evdən çıxması, qüsl alması. Niyə görədir bu? Bir insan 30 gün özünə nəzarət eləyə bilib. 30 gün iradəsini möhkəmləndirib. Balaca məsələ deyil bu. Orucluğun bizi öyrətmək istədiyi ikinci məsələ. İmam Rza əleyhissalam buyurur ki, qiyaməti yadunuza salır Allah. Ramazan ayında sizi qiyaməti xatırlayasınız deyə orucu sizə vacib eləyib. Niyə? Deyir, çünki qiyamətdə də azlıq, susuzluq olacaq. Qiyamətə bənzəyir. Ramazan ayı qiyamətə bənzəyir. Ramazan ayında necə gündüz vaxtı acıyırıq, susuyuruq. Amma neçə saatdır o, neçə saatdan sonra bilirik ki, biz süfrə arxasında oturacaq. İndi bizi dəvət eləyəcəklər, qonaq gedəcək, iftara gedəcək, öz qazancımızdan oturub yeyəcək. Deyir, bir düşüngünən ki, bir zaman belə bir yerə düşəcəksən, orada da ac qalacaqsan, susuz qalacaqsan. Necə eləyəcəksən susuzluğu, necə keçirdəcəksən qiyamətdə? Hardan tapacaqsan içməli suyu? Hardan tapacaqsan qidanı ki, aclığın geçsin? Bu dünyada rifahıva, maddi gəlirivə arxayınsan, ahirətdə də əməllərvə gərək arxayın olasan. Əməlləri olan aclıqdan xilas olacaq. Əməlləri yaxşı olan aclıqdan xilas olacaq. Əməlləri olmayan elə ac qalacaq, susuz qalacaq. Qiyamətdə bu dünyada ruzuğun, qazancının süfrəsinin arxasındasan, qiyamətdə əməllərinin süfrəsinin arxasında oturacaqsan. Ramazan insana qiyaməti, məhşəri, o çətinliyi yadına salır. Bayram namazında da var. Əleyhissalam Fitr bayramının xütbəsində bu sözü deyir. Deyə insanlar, bu gün elə bir gündür ki, yaxşıların mükafat, pislərin peşman olduğu gündür. Oruç tutanlar sevinir, tutmayanlar böyük peşmançılığa qərq olub. Sonra buyurur ki, ey insanlar, evlərinizdən çıxıb məscidə gəlişinizi qəbirdən çıxıb Allahın huzuruna gəldiyiniz günə bənzədin. Allah səni bayram namazına dəvət edib məscidə. Orada da qiyaməti xatırladır. Hər səhnəsində insana qiyaməti xatırladır. Bir evdən çıxıb məscidə gəlməyinizi, evlərinizdən çıxıb məscidə gəlməyinizi, qəbirlərdən çıxıb Allah huzuruna məhşərə toplanmağınızı yadınıza salın. Namaza dayanmağınızı Allah huzurunda məhşərdə hesaba dayanmağınızla müqayisə edin. Namaza dayanmışsınız bayram namazına. Qiyamətdə Allah huzurunda belə dayanacaqsınız. Sonra buyurur, namaz bitdi, dualar bitdi, caizələr, mükafatlar verildi. Deyir, məsciddən çıxıb evə getməyinizi də yenə qiyamətə bənzədin. Hesab bitdikdən sonra bir dəstə cənnətə gedəcək, bir dəstə cəhənnəmə gedəcək. Bir yeri boş qoymayıb ki, insan burada başqa bir şey fikirləşsin. Bayram günüdür, sevincli gündür, görsən deyir ki, yox. Burada da gərək qiyaməti xatırlayasan. Ramazanın bir təsiri də bizə budur. Bizi bu məsələdə ciddi olmağa dəvət eləyir. Əməllərimiz barəsində diqqətli olmağa dəvət eləyir. Qiyaməti yadımıza salır. Orada bir sərin yer tapmalısan kölgələnməyə. Birisi də o hədislər hamısı yerindədir. O məhşərin çətinliyindən südəmər körpə uşağı ana sinəsindən atacaq.
Yevmə la yənfəu malun və la bənun illa mən ətəllaha bi qəlbin səlim. O gün heç kəsə heç nə fayda verməyəcək, nə malı, nə pulu, nə qohumu, nə əqrəbası, heç kəsi. İlla mən ətəllaha bi qəlb. Yalnız sağlam qəlblə Allaha qayıdanlar. O qəlb ki Allah vermişdi sənə pak. Mürüvvətdən soruşdular. Mürüvvət yəni kişilik. Sən Əli əleyhissalamdan soruşdular. Ya Əli, mürüvvət nədir, kişilik nədir? Həzrət kişilik odur ki, Allahın sənə verdiyi pak qəlbi pak qaytarasan sabah. Onu bulaşdırmayasan. Onu çirkləndirməyəsən. Fütuvvət, mürüvvət budur. Sənə verilən əmanəti göz bəbəyin kimi qoruyasan, sahibinə təmiz qaytarasan. Quran deyir ki, qiyamət günü sevinc bu kəslərindir. İlla mən ətəllaha bi qəlbin səlim. Onu qoruyub, təmiz saxlayıb. İndi olub, qəflətə düşüb, bir səhvə yol veribsə də, dərhal peşman olub, tövbə eləyib, paçlanıb, onu paç saxlayıb. Çirkabın içində bulaşdırmayıb. Məhşər günü bir gündür düşər, təncə xəlaik. Məhşər günü bir gündür düşər, təncə xəlaik. Gün isti salar atəşi suzan əvəzində. Yəqub çıxardar balası Yusifi yaddan. Həzrəti Yəqub Yusifi nə qədər istəyir? Ata-oğul məhəbbətində nə qədər? Orada ümumiyyətlə ibrətli bir dastan var. O günlərdə dostlardan birinin çıxışlarında bunu dinlədim. Sizin üçün Yusifin hadisəsində Quran deyir, ibrətlər var. Orada bir Yusif Züleyxa məhəbbəti var. Amma Quran onun üstündən pərdəli keçir. Da filmdə gördükləriniz deyir. Quran pərdəli keçir, qısa keçir üstündən. Amma orada bir yer var, onu Quran çox böyüdür, çox danışır. Nə diyor? Yusifin Yəquba, Yəqubun Yusifi olan məhəbbəti. Onu böyüdür. Ata-evlad, evlad-ata münasibəti. Ümumiyyətlə, Allahın huzurunda ciddilik münasibəti. Yadınızda olsa, bir dəfə danışmışdır bunu. Deyir, bu hadisə ki, bunların başına gəldi, birdən gəlmədi ki. Yusifi götürdülər, apardılar, quyuya atdılar, üstündən illər keçdi, Yəqub ağladı, gözləri tutuldu. Neçə illər sonra bunlar neynəmişdi ki, Allah bunları belə bir çətinliyə saldı? Nəsə var idi? O nəsə sənin üçün, mənim üçün keçərli bir şeydir. Amma Yəqub üçün keçmir. Yəqubun evində həftənin müəyyən günlərində böyük bir ziyafət süfrəsi açılırdı. Say bəlli dördü bura gəlib yiyən, içən, gedənlərin. Bir gecə bir nəfər gəlir, ehtiyaclı. O süfrədə əyləşə bilmir, oradan yiyə bilmir. Bundan nə Yəqubun xəbəri var, nə Yusifin xəbəri var. Bu qəlbi sınıq şəkildə çıxır buradan. Buna xidmət eləmirlər. Və Yəqub da diqqət eləmir bu məsələyə. Çıxır gedir. Deyirlər, o qonaq ac gedən günü, o qonaqlıq gecəsi, gecə Yusif o yuxunu gördü ki, 11 ay, 11 ulduz, ay və günəş buna səzdə eləyir. Qalə ya əbəti inni rəaytu əhədə əşərə və şəmsə vəl-qəmərə yəscudun. Ata gəldi, dedi ki, ata, mən belə bir yuxu görmüşəm. 11 ulduz, ay və günəş mənə səzdə edir. Yəqub deyir, dizləri vırıldı. Bu yuxu yaxşı yuxudur əslində. Bizə danışsalar, deyir, nə gözəl, ay oğul, sənə səzdə edirlər. Yəqub bildi ki, bir dənə bəla gəlir. Bəla gəlir, amma bilmirdi nədir. Hələ də bilmirdi nədir. Amma Yusif ona yuxuna danışanda bildi ki, nəsə var, bu nəsə edib. Və ondan sonra bu ayrılıq baş tutdu. Və sonra Yəqub bildi. O qədər olub bizim məclislərimizdən, qapımızda vermişik bir ehsan olub, nə bilim, toyumuz olub, hüzurumuz olub, o qədər insan olub. Şimdi hamı bizdən razı getməyib ki. O qədər olub, qəlbi sınıq gedib kimsə. Amma onu sənə mənə keçir.
Yaquba keçmir. Yaqub kimisinə keçmir. Bax, o məhəbbət ki, Yaqubda vardı, Allah onu o məhəbbətlə sınağa çəkdi. Ayırdı, uzaqlaşdırdı və o qədər ağladı oğlun hicranına ki, gözləri tutuldu. Və başa düşdü və sonunda Allahın lütfü ilə imtihandan uzaq çıxdı. Deyir, qiyamət günü elə bir gündür ki, Yaquba Yusifi unutduracaq. Sənin üçün bu dünyada ata-oğul məhəbbətindən nümunəvi olan bu iki şəxsi, desən ki, bu qədər məhəbbət ata-oğula, evladın valideyninə qarşı məhəbbəti, deyir, qiyamət belə bir gündür ki, ana südəmər uşağın sinəsindən ayıracaq, atacaq yerə qaçacaq. Yevmə yəfirrul mər'u min əxihi və ummihi və bənihi və sahibətihi. Deyir, o gün hər kəsdən qaçacaq, atasından, anasından, evladından, sahib olduğu hər şeydən, dostundan qaçacaq insan. İndi Ramazan ayda oruç tutmuşuq. Orucluq bizə o günü xatırladır. Ki, belə bir gün gələcək. Ac qalacaqsan, susuz qalacaqsan, çətinlikdə olacaqsan, indiki çətinliyi oranın çətinliyi ilə müqayisə elə. İndi bir şey tapacaqsan 5 saatdan, 6 saatdan, 10 saatdan sonra yiyəcəksən. Qiyamətdə nə yiyəcəksən, nə içəcəksən, harda sərinləyəcəksən, harda kölgələnəcəksən. Onun barəsində istəyirəm, deyir, fikirləşəsən. Ona görə belə bir söz var, deyir, Ramazan Ramazandan sonra başlayır. Hər bir ibadət elə belədir. Və bu gecə Qədr gecəsidir. Bu sabahdan başlayacaq. Bu gecənin bərəkətini gələn ilin qədrinə qədər görəcəksən. Yəni, qoruya bilsən, saxlaya bilsən, bərəkətini görəcəksən. Namaz məsciddən çıxandan sonra başlayır. Sən məsciddən çıxandan sonra hərəkətlərin namazı saxlayır. Hərəkətlərin qaydasından çıxsa, Allahın nizamından çıxsa, hökmlərindən çıxsa, ibadətin də elə qaldı məscidin içində. Ramazan bitəcək, Ramazandan sonra bizim əməllərimizə baxacaqlar. Özümüzü necə aparmağımıza baxacaqlar. Bax, orucun fəlsəfəsi, bütün ibadətlərin fəlsəfəsi olduğu kimi, bütün ibadətlərin içində müəyyən məntiqlərin insana çatdırmaq istədiyi məsələlər var o ibadətin içində. Olduğu kimi orucda da budur. Namazın içində bir dənə qiyamət var. Namazın içində o qədər ibrətli səhnələr var. Rükusu ibrətli, iki səzdəsi ibrətli. İki səzdə xilqətindən danışır insanın. İnsan yaradılışının fəlsəfəsini düşünür. Rükusunda yaradılışının əzəmətin, Allahın böyüklüyünün əzəmətini düşünür. Qiyamında elə, qunutunda elə, təşəhhüdündə elə, salamında elə. Bəs insan bunlara diqqət yetirsə, çatacaq. Diqqət yetirsə çatacaq. Məqsədinə çatacaq. Həl-Əta surəsində qeyd eləmişəm orucluqla bağlı. Əhl-i-Beyt əleyhissalamın oruç tutması, Peyğəmbər ailəsinin oruç tutması 3 gün. 3 gecə iftarların qapıya gələn sailə, miskinə, yetimə verməsi. Öz yerində. O ayədə diqqət eləsəz, orada da Əhl-i-Beytin birinci sözü bu olur. Orucu biz qiyaməti xatırlatdığına görə tutmuşuq. Bir söz harada deyir? 10-cu ayə İnsan surəsi deyir, bu iftarları alıb gedənlər istədilər təşəkkür eləyələr. Bunlar cavab verdi ki, yox, biz sizdən təşəkkür istəmirik. İnna nəxafu min Rəbbina yevmən abusən qəmtərira. Dedi, biz çox sərt və şiddətli bir gün ki var, qiyamət günü. Üzlərin qaralacağı, çöhrələrin tutulacağı vəhşətli bir gün ki var, o gündən qorxaraq bu itham eləyirik sizə. Görürsünüz necə əlaqələndirir? Demir, biz ehsan eləyirik. Deyə bilərdilər ki, biz Allah yolunda ehsan edirik, sədəqə veririk. Biz elə istəyirik, ac yataq.
Deyir, yox, biz qiyamətin aclığın fikirləşmişik, müqayisə edirik, görürük ki, yox, müqayisə olunmazdır. Biz keçirik özümüzün bu dünyadakı aclığımızdan ki, qiyamətdə ac qalmayaq. Qiyamətdə susuz qalmayaq. Bu dünyanın aclığına, susuzluğuna qismən insan dözə bilir. Bax, oruz insana bunları xatırladır. Qiyaməti xatırladır, məhşəri xatırladır, hesabı xatırladır, özünə nəzarəti xatırladır. Bu gecədə çox əlverişlidir. Belə bir nəticələri əldə edə bilmək üçün çox əlverişlidir. Halımızı dəyişir. Bu sözlər təsir eləyir. Bildiyimiz sözlərdir, bu təzə söz deyil. Bunların hamısını məndən də gözəl bilirsiniz. Amma yadınıza saldı. Bu Ramazan ayının gündəlik dualarında belə bir söz var. Allahümmə qəyyir su'ə halina bi husni halik. Allah pis halımızı öz yaxşı halınla yaxşılığa çevir. Hərənin bir halı vardır. Bu hal elə əhval ruhiyyəsi, təbiyyəti, düşüncəsi. İnsan nəyi düşünür, o düşüncəsinin axarında bir dənə haldadır. Belə baxırıq ki, biz o qədər dəyərli bir şeyləri düşünə bilmirik. Bu dəyərli şeyləri düşünə bilməyəndə istərsimiz hal da dəyərsizləşir. Allahümmə qəyyir su'ə halina. Allah dəyiş bu pis halımızı. Əvvəla elə məscidə gəlməyimiz, bu gecə oyaq qalmağımız, ibadəti seçməyimiz, Allah evini seçməyimizin bir mənası budur ki, biz razı deyirik indiki vəziyyətimizdən. O ki, kim için razıdır, indi atıb kəlləsini yatıb. Kim için rahatdır, xoşlayır, deyir, budur elə, mən buna qanıyam, yatacaq. Amma o ki, narahatdır, deyir ki, yox, istəmirəm, mən bundan kifayətlənmək istəmirəm. İstəyir ki, gəlsin, desin Allah, bu gecə o halı verir bizə ki, biz bir nəticə çıxarda bilək, biz yekun bir qərarı əldə eləyə bilək. Çünki halımızdan sən xəbərdarsan, sən bilirsən. Sən bilirsən və onu bura gəlişimizlə iqrar edirik ki, razı deyirik halımızdan ki, gəlmişik məscidivə. Və xüsusi inayəti var bu gecənin. İnsanın ibadətində təfəkkürünün çoxalması üçün xüsusi inayətlərindən biri də bu gecənin həm Qur'anın nazil olması ilə əlaqəlidir, həm də natiq-i Qur'anın şəhid olması ilə əlaqəlidir. Bu gecə bir vasitə qoyub. Allahümmə qəyyir su'ə halina bi husniha. Bi husni halikə bir vasitə qoyub ki, insan bu gecə onu düşünsün, onun məzlumiyyətini yad eləsin. Aləm qurban olsun Əmir-əl-Mömininin məzlumiyyətinə. Aləm qurban olsun onun qəribsəmiş canına, onun tək qalan yorğun canına. Gecələr dizin qucaqlayıb, hönkür-hönkür ağlayan göz yaşlarını qurban olsun aləm. Nə qədər məzlum idi, nə qədər qərib idi. Ağlayırdı, Həzrəti Zəhra salamun əleyhə soruşurdu ki, ya ilə niyə ağlayırsan? Və ma yubkikəllah eynak, Allah gözləri və ağlar qoymasın qiyamət günü. Ya Əmir-əl-Möminin, niyə ağlayırsan? Bunlar sənə salam vermirlər, ona görə ağlayırsan. Həzrət buyurdu ki, Fatimə, yox, mən salam verirəm, salamın cavabını vermirlər. Salam verir, Əli salam verir, Əlinin salamının cavabını vermirlər. Məzlumiyyəti bu qədər böyük idi Həzrət Əli əleyhissalamın. Yorulmuşdu. Elə hər duasında Allahdan istəyirdi ki, Allah mənə şəhidlik qismət elə. Hər dəfə Peyğəmbərdən soruşurdu ki, qarşıda döyüş olacaq, müharibə olacaq, şəhadət mənə qismət olacaq. Dedi ki, yox. Ta o günə qədər ki, Peyğəmbər Ramazandan danışır, Həzrət Əli oturub Peyğəmbərin gözünün qabağında.
Durdu bir söz dedi. İstedi o sözü eşitsin ve peygamberden o sözü alsın. Söz soruşdu peygamber, o sualın içinde düştü yadına. Ramazandandır söhbət. Mövzu Ramazandandır, Şəbaniyə xütbəsi. Amma orada Peyğəmbər Həzrət Əlinin şəhadətindən danışır. Bir cümlə deyir. Sualı soruşan kimi Həzrət Əli əleyhissalam Peyğəmbər Həzrət Əliyə baxır, ağlayır. Deyir ki, yəni, bilirəm sən nə qədər istəyirdin şəhadəti. Bilirəm şəhadətə nə qədər həvəsin, istəyin var. O sözü istəyirəm sənə deyim. Başlayır ağlamağa, deyir, ya Resulullah, niyə ağladım? Mən söz soruşdum. Ramazanın ən gözəl əməli hansıdır? Həzrət cavab verir ki, ən gözəl əməl, ən fəzilətli əməli Allahın haramlarından çəkinməkdir. Sonra başlayır ağlamağa. Nə dedim ki, ya Resulallah? Buyurdu ki, ya Əli, səni belə bir ayda şəhid eləyəcəklər. Səni Ramazanda şəhid eləyəcəklər. Deyir, Həzrət Əli sevindi. O şad xəbəri alarsan, necə sevinərsən, o cür sevindi. Və bu gecənin İftarlığında Ümmü Gülsümün qonağı idi, qızının evində idi deyir. İftarın açmışdı, amma Əlinin halı da o hal döyürdü. Əlinin halı o hal döyürdü deyir. İşıqlardan azalt. Ümmü Gülsüm deyir, çıxırdı deyir çölə. Görürdüm deyir, dayanıb çöldə deyir, başını qaldırıb səmaya baxır. Səmaya baxır, deyir ki, Allahümme barik lana fi hazal leyl. Allahümme barik lana'l maut. Allah ölümü mənə mübarək elə. İnna lillah və inna ileyhi raciun. Bu ayəni oxuyurdu. Baxırdı səmaya, deyirdi ki, and olsun Allaha, mənə vədə verilən gecə bu gecədir. Mənə vədə verən düz vədə verib bu gecədir. Deyirlər, o gecə Həzrət Əli bir miqdar mürgülədi, yuxuladı və ayıldı deyir, dedi ki, Həbibim Rəsulullahı gördüm. Dedi, ya Əli, az qalıb bizə tərəf gəlirsən. Az qalıb bizə tərəf. Bu sözləri deyir, Ümmü Gülsüm eşidir. Amma heç məsələnin dərinliyindən bir məlumatı yoxdur ki, bu gecənin sübhündə nə baş verəcək. Gəlir məscidə, mən qısa edirəm, gəlir məscidə, girir içəri, görür ki, İbn-i Mülcəm üzü üstə yatıb. Bilir qatili budur, gəlir dayanır yanında, deyir ki, deyir, dur ayağa, çağırır onu, deyir, dur ayağa, belə yatma, belə yatmaq iblisə xasdır, bədbəxtlərin yatışıdır bu. Yəni, istəyir desin ki, bədbəxt olma. Bədbəxt olma bu ayda, bu gecədə bədbəxt olma, belə bir iş görmə. Müsəlmanların ürəyinə qan damızdırma, müsəlmanların ürəyini ağlatma. Sonra gəlir, başlayır zikirlərinə, başlayır namaza və namazdaykən alnından, mübarək alnından qılınc zərbəsi ilə başından vururlar. Elə ki, qılınc zərbəsi Həzrətin başına dəydi, deyə görürlər bir səs gəldi. Fuzdu və Rəbbil Kəbə. And olsun Kəbənin Rəbbinə, qurtuldum. Fuzdu, yəni feyzə çatdım. İstəyimə çatdım. Azadlığa çatdım, rahatçılığa çatdım. Ondan sonra deyir, göyün mələklərinin naləsi ucaldı, deyir. Cəbrail deyir, yerlə göy arasında səsləndi. Təhəddəmət vəllah, ərkanəl huda. And olsun Allaha, hidayətin sütunları yatdı. And olsun Allaha, təqvanın nişanələri, sütunları yatdı. Aldı Kur'an başına
eyledi Kur'an-ı şehid. Kibret tersa edebilmezdi o Mevlam-ı şehid. Ramazan ayı açıp bize rahmet kapısı. Hadı da buyurdu zerbe değende başına, elin koydu başına, bir defa dedi Allah dünceldim bu gece. Ramazan ayı açıp bize rahmet kapısı. Bağlama can elin, sen bu ziyafet kapısı. Ağlayıp şiye döyer Şah-ı vilayet kapısı. Zeynep'e açtılar bu ayda musibet kapısı. Ümmü Kulsum'a haber verdiler baş parçalanır. Konağında yolunu gözleme gane boyanır. Gözleme day atovu düşmemişti zerebanlar. Hele ol gel bir selim. İstəyirəm aram oxuyum gedən o Kufənin o qaranlıq gecəsinə. Mevla Emir el-Müminin kızı Kulsum gildilər. Sübh namazın yaxın durdu geldi. Gördü o melun yatıp minberin kenarında. O yattı onu dur namaza az kaldı. Emir ağa özü kalktı bir azan dedi. Allahu Ekber. İle yüreğindedir ya Resulallah Cerrah. Allahu Ekber. Bir defa da dedi Fatıma Cerrah vay hanım. Cerrah vay hanım. Yer var idi bunu diye ben cerrah her derdimi senle böyleydim bölmedim. Ben cerrah guslu veren saat öleydim ölmedim. Ölmedim kaldım cenazın üstesine dağladım. Kaş öleydim ölmedim öz ellerimle hanım gözlerimi bağladım. Düşmemişti zerebanlar hala ol kalbi selim. Necə dursun ayağa hüccət-i xəllaq-ı əlim.
bir kilim içrə gəlir, mənzilə ustad kəlir. Qabaqda bir neçə kəlmə ağlayacaq. Çünki ağacan aşıqları gəliblər sənə yas tutmağa, gəliblər sənə ürək sözlərin deməyə. Yolda ahəstə buyurdu Həsən ey pore həlim, qoy ayaq üstə gedim ey gülü bağı mədəni. Qorxuram, qorxuram, qorxa qızım görsə bu halilə məni. Qorxuram Zeynəb məni bu halda görə, qoyun yerə. Dedi baba bu halda necə qoyaq yerə? Qoyun yerə, qapını asladan döydü. Xanım Zeynəb səsləndi, qapı duyan kimsən? Asladan dedi kızım aç aton gəlib ay valla. Bir də nə təsəvvür elə, özündə təsəvvür yarağıd. Ataq başı qılınclanıb, qılınca 1000 dirhəm verib Məlun İbn Mülzəm zəhər verib, rəngi soralır, huşdan gedir özünə qayıdır. Qapıda dayanıb Əmir əl-Müminin, qurban olum sizə. Bir də nə təsəvvür elə, qapıda dayanıb Həzrət Əli qapını astadan döydü beni. Xanım Zeynəb açdı qapını, gördü Zeynəb, dedi bir ömür gözüm ağlayacaq. Ay baba, ay baba. Gördü Zeynəb, dedi bir ömür gözüm ağlayacaq. Belə baxdı Allah, gəl Hüseyin, gəl Hüseyin, hardasan ahim sülövdə ağlayacaq. Ay qardaş, babama bu gecə ərşəhli əza saxlayacaq. Vay 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 vay. Bunları dedi sonra bilirsiniz neyledi? Üzün tuttu bəqinin səmtini hazırıza, göz yaşıva qurban olun. İlə dedi yeri boş Fatimənin, kim yarasın bağlayacaq. Yeri boş Fatimənin, kim yarasın bağlayacaq. Başa Zəhra əvəzindən qara bağlır Zeynəb, gəlin ay mərdumu Kufə, yara bağlır Zeynəb. Xanım yara bağlamağı bu qədər niyə böyüdün? Belə dedi, mən 5 yaşımdan yara bağlamağı adət eləmişəm. Əvvəl anamın qabırğasısını, yarasını bağlamışam. Görüb ol səhnəni Zeynəb, ürəyi zar oldu. Vay 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 vay. Allah heç bir qız övladına qismət eləməsin ha. Atanı o halda görə. Allah şəhidlərimizin ruhunu şad eləsin. Hamısı eşitdilər ataları dünyasını dəyişib. Amma görmədilər balaları, atalarının nə halda olduğunu. Bir şəhid balası var idi. Anası deyirdi balam, narahat olma aton gələr. Kız uşağı idi, 5 yaşı var idi ya 3 yaşı var idi. Elə deyirdi kızım nigaran olma aton gələr ay bala. Amma deyə bilmir bala aton şəhid olur. Bir gün, 2 gün her səhər duranda gəlir ananın yanına tutur əlinlə. Ana atamdan nə xəbər gəlmədi, olmayan məni unutdu ailələ. Olmayan beni yaddan çıxardı. Yok valla, gələcək. 2 gün, 3 gün axır hamı anasına dedilər ki, balaya dinən vaxtıdır. Balaya dinən aton şəhid oldu. Səhər oldu, ana o gecəni necə qaldı Allah. Öz-özü ilə danışır Allah bala, mən necə deyim aton şəhid alıb gəlməyəcək ay bala. Axı qız uşağı atoya bir başqa məhəbbəti olar. Bu cürdü ya yox. Elə səhər açıldı, qaça-qaça gəldi ana.
Atamdan ne haber bugün de gelmedi. Elinden tuttu kızım Cebrail valla. Başını okşayır, yüzünden öpür, gözünden öpür. Ana ne var? Dedi kızım, aton şehit olup da gelmeyecek valla. Bunu kıza dedi. Kızı çıktı otağına. Ana diye bir neçə dəqiqəydi. Gördüm balamdan ses yoktu. O həmiş ortalıqda qaçam kızım. Gördüm ses yoktu. Aktarırdım balamı gördüm. Atası için bir tane otağı var idi. Həmiş orada qalardı. Orada istirahat eləyərdi. Gördüm qapımı aralanıb. Belə baxdım Allah Allah. Gördüm kızım uzanıb atasının şəklini qucaqlayır. Elə yala yala bakıram balama. Gördüm Allah balam. Balam yuxuya gedir. Geldim elimle bir defa tərpəndim. Gördüm balamı tərpənmədi. Elə tərpəndim kızım. Nazım ne oldu sana ay bala? Gördüm balam canım tapşırıp atasının şəkli kucağında. Ama Şami'de Rüqəyyənin qabağına atasını kesip başın getirdiler. Ucadı ya Hüseyin. Baktı belə babanın başına. Baba oradaydı. Heymelerin yalan zaman. Hardaydın ay baba. Kız uşağının xasiyyəti budur. Danışar getdiyi gündən ata gələnə qədər hər nə başına gəlir. Gördülər Allah Rüqəyyə danışdı. Bir söz dedi, əyildi atanın qulağına. Xanım Zeynəb bir hər sözün möhkəm deyən Rüqəyyə. Bir de gördüm Allah. Ahır sözüydü neydi? Astadan əyildi atasının kulağına bir söz dedi. Fikirləşdim Allah ne diyecek atasına. Gördüm atasına astadan deyir baba. Ay bize göre başı bedenle ayrılan baba. Baba bu sözü ne İmam-ı Seccade demişem, ne Rübabe demişem, ne Habibim Zeynep'e demişem. Kızım nedir sözü? Baba benim de bir gözüm Anam Zehra'nın gözü kimi görmür ay baba. Benim de bir gözüm kör olup ay baba. Benim de bir gözüm kör olup ay baba. Allah Allah. Çok çıkmayayım mevzudan. Emir ağanı getirdiler. Aç gözlerimi baba. Aç gözlerimi baba. Zeynep ola kurbanım. Zeynep ola kurbanım. Vay vay. Kız uşağın sözlerine bak. Aç gözlerimi baba. Aç gözlerimi baba. Zeynep ola kurbanım. Zeynep ola kurbanım. Aman inme gül misli. Aman inme gül misli. Baştan tökülür kanım. Baştan tökülür kan. Aç gözlerimi baba. Aç gözlerimi baba. Nece? Aç gözlerimi baba. Zeynep ola kurbanın. Zeynep ola kurbanın. Sen elinin canı hamı desin. Aç gözlerimi. Aç gözlerimi baba.
Zeynep ola kurbanı. Onun Zeynep. Damanime gül misli, damanime gül misli. Bir de damanime gül. Başdan tökülür kanın, baştan tökülür kanın. Damanime gül misli, damanime gül misli. Nece? Gül misli, başdan tökülür kanın. Sine vursana kurban. Kalbimden akan gane, kalbimden akan gane, gözyaşlarımı katma, gözyaşlarımı katma. Nergis kimi gülşende, Nergis kimi gülşende, at gözlerimi yatma, at gözlerimi yat. Buna vay vay. Sen bil anamın canı, sen bil anamın canı, dindir beni ağlatma, dindir beni ağlatma. Kalbim sıkılıp gemden, çok səhtidir ranın, çok səhtidir ranın. At gözlerimi baba, at gözlerimi baba, at göz. Zeynep ola kurbanın, Zeynep ola kurbanın. Damanime gül misli, damanime gül. Bir de sana kurban olaram, damanime gül. Baştan tökülür, baştan tökülür kanı. Sözlere baksana bak. Sınsın feleğin çarkı, ben kimi kızı yetim koydu, babam ölür. Sınsın feleğin çarkı, saçlarımı ağırdı. Zehra kızına daim hoş günleri çok gördü, hoş günleri çok gördü. Buna bak. Sinavır diyanma sana kurban olarak. Elə ki gördü Allah, kapının arkasında bir ağlamak ses geldi. Baba, baba, baba sana kurban olarak sen bir söz danışay baba, bir söz danışay baba. Niye? Abbas özünü öldürdü, Abbas özünü öldürdü. At gözlerimi, at gözlerimi bak. Ha, Zeynep ola kurbanın, Zeynep ola kurbanın, Zeynep. Damanime gül misli, damanime gül misli, daman misli, baştan tökülür kanı, baştan tökülür kanı.
yum gözlerimi dincel. Ay anamdan sonra dincelmeyem babam dincel. Yum gözlerimi dincel. Yorgunsan eğer gitme. Költek saralıp rəngin. Ey nurim bəsər gitme. Ey nurim bəsər gitme. Baba sana kurban. Koyma məni zülmətdə. Koyma məni zülmətdə. Xurşidi səhər gitme. Xurşidi səhər gitme. Aç gözlərimi baba. Yarım saat. Araya bir de bitiyor Allah başlasın. Onun köylə olağı. Bir de sana kurban. Aç gözlerimi baba. Tutardım ha. Bir de aç gözlerimi baba. Zeynep ola kurbanım Zeynep. Damanime gül misli, damanime gül misli, damanime gül. Ay baba baştan anı baba İbn-i Mülcem niyevvez vurdu o başa zerbet. O başa zerbe vuran hainem min yollanet. Min yollanet. Salavat zikrediyek. Əzizlər inşallah yandır. İnşallah əzizlər yarım saat 20 dəqiqə vaxtınız var. Yarım saatdən sonra Allahın izinlə burada bikəllah bir tamamda Allah qoysa bikəllaha başlayacağıq. Çayzad olacaq. Çöldə çay da var. Kimsə dəst namazını təzələmək istəsə Allah gələn qədəmlərimizi İmam Əli əleyhissalamın dəftərinə yazsın. Bu niyyətə salavat zikr eləyək.